Bildiğimiz bir gerçek var ki Ukrayna ve Ukrayna xalqı öz torpaqlarının bütünlüğünden vazgeçmek niyetinde değil. Ondan başka da ümumiyyətlə dünyanın mütərəqqi hissəsi Ukraynanın bu haqlı davasında onun arkasındadır. Yani işgalçı, qan içən Rusiya imperiyası öz istəyinə nail ola bilməyəcək. Ümumiyyətlə biz düşünürük ki, Ukrayna bu məsələdə güzəştə getsə, Rusiya işğal etdiyi torpaqlarda nəzarəti öz əlində saxlaya bilsə, bu dünya üçün çox pis bir örnek olacaq. Ondan sonra daha güclü dövlətlər, daha zəif dövlətlərin torpaqlarını işğal etməyə davam edəcək və təbiidir ki, bu da qlobal böhrana gətirib çıxaracaq. Ona görə də dünyada ağlı başında olan bütün xalqlar Ukraynanın tərəfində durur. Rusiyanın qeyd şərtsiz Ukrayna torpaqlarından rədd olub getməsini tələb edir və belə bir şəraitdə Rusiya kirlilik, informasiya kirliliği yaratmaq üçün ortalığa cürbəcür uydurulmuş informasiyalar atır. Əlbəttə ki, Ukrayna tərəfi də boş durmur, bunun uyğun şəkildə cavabını verir və biz də Rusiyanın nə mahiyyət daşıdığını yaxşı bilən insanlar kimi başa düşürük ki, Kreml bu informasiya müstəvisini belə yalan informasiyalarla doldurub üstünlük əldə etmək, Ukrayna xalqını ruhdan salmaq məqsədi güdür. Əlbəttə ki, alınmayacaq. Hər halda Ukrayna xalqı ən ağır çətinlikləri arkada qoyub, bundan sonra onları qorxutmaq, çəkindirmək üçün elə də bir imkan qalmayıb. Belə bax, bizim qorxduğumuz, çəkindiyimiz də odur. Ona görə biz belə dayanmışıq, yəni ayağımızı bərk basırıq yerə ki, Rusiyaya hər hansı ərazi güzəşti edilməsin. Doğrudan da Rusiya bu günləri oradan ərazi güzəştinə nail ola bilsə, daha da irəli gedəcək. Gəlin xatırlayaq, 2014-cü ildə Rusiya Krımı işğal etdi və təəssüflər olsun ki, dünya buna yetəri qədər sərt reaksiya vermədi. Ona görə də aradan bir müddət keçdi, 8 il sonra, düz 8 il sonra Rusiya Ukraynaya geniş miqyaslı təcavüz etdi. Bugün də müşahidə etdiyimiz o müharibə hələ də davam edir. Rusiya yeni torpaqlar işğal etdi. Niyə? Çünki biz onu Krımda dayandırmadıq. Dünya olarak. Dayandırsaydıq, Rusiya bu müharibəyə heç cəsarət etməzdi. Ona görə də mən düşünürəm ki, indiki mərhələdə Rusiyaya Ukraynanın bir addım, bir qarış belə torpağı güzəştə gedilsə, mütləq o sizin çəkdiyiniz örnəkdə olduğu kimi daha böyük müharibəyə hazır olmalıyıq. Özlə bu böyük müharibə Avropanın içərilərinə doğru gedəcək. Ondan savayı Rusiyanın öz qonşularına münasibətdə təcavüzkarlığı açıq dilə gətirdiyini də unutmamalıyıq. Qazaxıstan kimi, Azərbaycan kimi, Moldova kimi, yəni Gürcüstan kimi ölkələri Rusiya açıq mətinlə hədələyir. Biz ona görə də Rusiyanı Ukraynada dayandırmalıyıq. Hətta mən belə bir fikir səsləndirdim bu günlərdə ki, əgər birdən Ukrayna məcburiyyət qarşısında Rusiyaya torpaqlarını güzəştə getməli olsa, Krım da daxil, biz dünya türkləri ayağa qalxmalıyıq. En azından Krım'ı Rusya'nın elinden almalıyıq. Müstəqil Krım Respublikası kurmalıyıq. Yani Krım bir Türk torpağıdır. Bu sadece Ukrayna ərazisi değil. Ve Rusya'nın ərazisində, Rusya'nın işğalı altında bugün neçə Türk torpaqları var. Ayrı-ayrı respublikalar Rusya'nın işğalı altındadır. Bunun yanında bir de Krım'ı işğal altında Rusya'nın tutmasına biz dözməməliyik. Ümumiyyətlə çalışmalıyıq ki, Rusya'nın işğalı altındaki Türk torpaqları, Müslüman torpaqları azad olsun. Yeni müstəqil dövlətlər qurulsun. Yəni Rusiyanı dayandırmalıyıq. Dayandırmasa Rusiya bu mərhələdən də rahat çıxa bilsə, dünyanın qarşıdakı 100 ildə yüzlərlə müharibə gözləyir və müharibələrin səbəbkarı Rusiya olacaq. Krım sadece bir Krım değil. Yeri gelmişken tarihi hatırlatmak isterdim. 1917. ildə Krımda müstəqil bir respublika kurulmuştu. Numan Çelebi Cihan'ın başçılığı altında kurulan o respublikanı az müddət sonra o da elə kış aylarına düştü. Fevral-Mart aylarında 2018. ilin Rusya işgal etti. İşgal ettikten sonra o cumhuriyeti kurmuş
Numan Çelebi-Cihan'ı Rus işgalçıları öldürdüler. Öldürməklə də qalmadılar. Onun bədənini şaqqaladılar, meydini və aparıb Qaradeniz sularına səpdilər. Bugün Kırım Xalq Cumhuriyyəti qurmuş Numan Çelebi-Cihan'ın heç yerdə məzarı yoxdur. Bir qəbri yoxdur ki, gedib üstünə gül qoyaq. Görürsünüzmü? Nə qədər acımasız bir imperiya ilə üz-üzəyik. Ona görə mən deyirəm ki, Kırım məsələsində çox ciddi dayanmalıyıq. Həqiqətən həssas məsələdir. Həm də Kırım sadəcə olaraq bir yarımada deyil, bir tarixi Türk torpağı deyil, bugünkü Ukraynanın bir parçası deyil. O həm də Qaradeniz sahilləridir. Əgər bugün Kırım Rusiyaya güzəştə gediləcəksə, faktiki olaraq Ukrayna Qaradeniz üzərində, o tərəfdən də Azov dənizi üzərində nəzarətini büsbütün itirəcək. Çünki Kırımda irəli getməyi bacarmış Rusiyanı heç kim daha da irəli getməkdən dayandıra bilməyəcək. Rusiya Odessaya doğru irəliləyəcək. Biz sizinlə dəfələrlə bu haqda da danışmışıq. Rusiyanın məqsədi bütün Qaradeniz sahilini işğal etmək, Moldovaya çıxmaq, orada Dnestryanı ilə birləşməkdir. Yəni Ukraynanı şərqdən, qərbdən, cənubdan qucaqlamaqdır. Ukraynanı hər tərəfdən mühasirəyə almaqdır. Bir tərəfi də Belarusdur, bilirsiniz. O da Rusiya ilə ittifaq dövlətidir. Ondan savayı, ümumiyyətlə Rusiyanın məqsədi bu hərəkatdan və bənzər hərəkatlardan İstanbul'a ələ keçirməkdir. Birinci Pyotr'un vəsiyyətidir. Mütləq Rusiya İstanbul'a ələ keçirməlidir. Ona görə də bax buralarda... Üzr istəyirəm, burada həm də dini, ideoloji məsələlər də var da, elə deyilmi? Bəli, mütləq. Çünki bilirsiniz də, yəni bu Rus pravoslavlığının mərkəzi olaraq İstanbul'u görürlər. Bəli. Necə ki o tərəfdə Vatikan var. Yəni bunlar da düşünürlər ki, pravoslavlığın da mərkəzi İstanbul'da bərpa edilməlidir. Ona görə də mən düşünürəm ki, qardaş Türkiyədə daxil olmaqla dünyanın əsas gücləri Rusiyanı burada dayandırmalıdırlar. Bayaq dediyim kimi, əgər birdən hadisələrin gedişi nəticəsində Ukrayna torpaqlarını Rusiyaya güzəştə getmək məcburiyyətində qalsa, biz Türk xalqları Rusiyanı Kırımdan sıxışdırıb çıxarmalıyıq. Kırımda müstəqil Türk dövləti qurmalıyıq ki, o dövlət artıq Rusiyanın daha da irəliləməsinin qarşısında səddə çevrilsin. Təəssüflər olsun ki, bütövlükdə götürəndə Avropa dövlətləri, ümumiyyətlə Qərb Ukraynaya bizim gözlədiyimiz və arzu etdiyimiz dəstəyi tam olaraq vermir. Əslində, Kırım işğal edilərkən 2014-cü ildə Qərb dövlətləri Rusiyaya qarşı əməli addımlar atsaydılar, özü də sərt şəkildə bunu etsəydilər, yəqin ki, bugünkü müharibə də heç olmazdı. Bu bir tərəfə. İndiki müharibənin başlanmasından sonra da Qərb dövlətləri Rusiyaya münasibətdə hələ də o gözlənilən addımları tam atmırlar. Hələ də Rusiyadan yanacaq alanlar var. Hələ də Rusiyanın maliyyəsini tam olaraq sıxışdırmayanlar var. Rusiyanın ümumiyyətlə əl-ayaq açmasına hələ də göz yumanlar var. Yəni bunu etməsəydilər, Ukraynanın tərəfində bir mənalı dayansaydılar, Rusiya ilə bütün bağları qırsaydılar, kəssəydilər, mən düşünürəm ki, Rusiya çoxdan batıb getmişdi. İndi də vəziyyəti yaxşı deyil Rusiyanın. Amma proses uzanır. Uzandıqca da Ukrayna xalqı əziyyət çəkir. Dünyanın problemləri artır. Çünki Rusiyanın Ukraynaya təcavüzü faktiki olaraq bütün dünyanı iflic edib. Bizim coğrafyamızı iflic edib. Bu günləri hava məkanımız bizim təhlükəsiz deyil. Hətta Azərbaycanın da. Çünki Rusiya ilə həmsərhədik. Digər dövlətlərin də o cümlədən. Ona görə mən düşünürəm ki, Avropalılar daha əməli addımlar atmalıdırlar.